Çıkart görək. Yavaş yavaş. Qızıl mağazasına qarət edərək külli miqdarda qızıl zinət əşyaları oğurlayan şəxslərdən biri də saxlanılıb. Oğurluq hadisəsi 2016-cı ilin noyabr ayında gecə saat 2 radələrində İmişli rayonunun Qadir İsmailzadə küçəsində yerləşən Aydın Əliyevin icarə əsasında işlətdiyi qızıl mağazasında baş verib. Naməlum şəxslər tərəfindən qarət olunan mağazadan zərər çəkmiş şəxsin 3 kiloqram qızıl zinət əşyası oğurlandığı aşkarlanıb. Faktla bağlı dərhal cinayət axtarış işləri başlanılıb, çox keçmədən cinayəti törətməkdə təqsirli bilinən şəxs İmişli rayon Şahverdili kənd sakini 25 yaşlı İsmail Əmrov saxlanılıb. Məlum olub ki, İsmail Əmrov həmkəndlisi 25 yaşlı Farid İbrahimovla əvvəlcədən əlbir olaraq adı çəkilən mağazanın tavan hissəsini sındırmaqla ümumi çəkisi 3 kiloqram olan qızıl zinət əşyalarını uğurlayıblar. Keçilmiş əməliyyat axtarış tədbirlərinin nəticəsində Farid İbrahimov da saxlanılıb. Hadisəni törətməkdə təqsirli bilinən şəxslər əməllərini etiraf edərək peşman olduqlarını bildiriblər. 3 kiloqram qızıl zinət əşyaları oğurlamış İmişli rayon Şahverdilər kənd sakinləri Əmirov İsmail Eldaroğlu və İbrahimov Farid Niyaməddinoğlu Bakı şəhərində keçirilmiş əməliyyat tədbirləri nəticəsində tutulmuşdur. Əmirov İsmail Eldaroğlu'nun həyətinə baxış keçirən zaman onun həyətindən oğurlanmış qızıllardan 1 kiloqram 488 qram, İbrahimov Farid Niyaməddinoğlu'ndan isə 104 qram qızıl zinət əşyaları maddi sübut kimi götürülmüşdür. Qızıl mağazasına girib oğurluq edərkən etmişik, biz üstdən daxil olmuş o mağazanın içinə. Sonra da parıb bastırmışdıq qızılları və satarkən də o əməkdaşlar tərəfindən yaxalanıb buraya gətirib. İmişli rayonunda Aydın mağazasına girmişik üstdən. İkimiz də daxil olub qızıqları götürüb, apab kənddə həyətdə bastırmışıq. Bir hissəsini satandan sonra polis əməkdaşları tutub buraya gətirib bizi. Etdiyimiz əməliyyata görə də peşmanlıq. Hazırda həmin şəxslərin digər cinayət əməllərinin olub-olmaması araşdırılır. Cabir Məmmədov, Səs TV, İmişli.